Türkiyənin Iğdır Universitetinin rektoru professor Ekrem Gürel Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin fəxri professoru seçilib. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Türkiyəli qonaqlarla görüş keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbib bəyli çıxış edərək Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi elm və təhsil istiqamətində də münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bildirib. Vurğulayıb ki, təməlləri Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət anlayışına söykənən və bugün dövlət başçılarımız səviyyəsində formalaşan strateji müttəfiqlik münasibətlərimiz akademik qurumlar arasında da əməkdaşlığın genişlənməsinə mühüm zəmin yaradıb. Amma prezident vurğulayıb ki, son illərdə iki ölkənin alimləri birgə layihələr, beynəlxalq konfranslar, elmi tədqiqat proqramları həyata keçirir və Türk dünyasının inkişafına öz tövbələrini verirlər. Iğdır şəhərinin və universitetinin onun üçün doğma olduğunu deyən akademik İsa Həbib bəyli bir sıra xatirələrini bölüşüb, birgə əməkdaşlıq üçün AMEA tərəfindən zəruri dəstək veriləcəyini söyləyib. Sonra çıxış edən professor Ekrem Gürel bu adı böyük qürur və məsuliyyət hissi ilə qəbul etdiyini deyib. Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət sözlərini bütün varlığı ilə qəlbində hiss etdiyini deyən Ekrem Gürel bu mükafatın həyatı boyu aldığı ən qiymətli hədiyyə olduğunu söyləyib. İsmail bəy Qaspuralının dildə, işdə, fikirdə birlik sözlərini xatırladan alim Zəngəzur dəhlizinin açılması ilə əlaqələrimizin daha da inkişaf edəcəyini vurğulayıb. Daha sonra professor Ekrem Gürelə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin fəxri professoru diplomu təqdim edilib. Həmçinin qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.